Salam, bugün sizə üslubiyyat haqqında məlumat verəcəm. Əsasən də 11-ci siniflər üçün çox vacibdir. Çünki mətnləri yazmaq üçün sizin üslubiyyatdan anlayışınız olmalıdır. Özünüz də mətnləri işlədiyiniz zaman görəcəksiniz. Üslubiyyat haqqında orada bir xeyli danışılacaq, məlumat veriləcək. Sizdən deməli suallar orada olacaq. Deməli, üslublar haqqında danışaq. Üslubiyyat nədir? Dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsi. Yəni bu da dilçiliyin bir bölməsidir. Fonetika, leksika kimi, morfologiya kimi. Üslubiyyatın əsas vahidi üslub olacaq. Dilçilikdə üslub dedikdə dil vasitələrindən məqsədi yönlü şəkilli istifadə nəzərdə tutulacaq. Və buna görə də iki yerə ayrılacaq. Bir var ümumi şəkildə istifadə edilən, bir də var ki, fərdi şəkildə istifadə edilən. Ümumi şəkildə istifadə edilən daha çox deməli funksional üslublara aiddir. Funksional üslublar özü 5 yerə ayrılır. Bədii üslub var, baxın burada qeyd etmişəm. Elmi üslub var, məişət, publisistik, rəsmi işgüzar üslubumuz var. Bəs yaxşı, fərdi üslub nədir? Fərdi üslub dediyimiz zaman hər bir fərdin özünə məxsus olan xüsusi bir danışığı, üslubu nəzərdə tutulur. Məsələn, natiqlərin, sənətkarların, şairlərin hər birinin öz fərdi üslubu var, fərdi danışıq tərzi var. Fərdi üslub funksional üslublara daxil deyil. Sonra keçək bədii üsluba. Bədii üslub haqqında artıq məncə sizin məlumatınız var. Nə mənada? Aşağı siniflərdə siz bir xeyli hekayə, nağıl, roman, dram, şeirlər oxumusunuz. Bunlar hamısı bədii üslubdur. Burada nə olur? Obrazlılıq olacaq, emosionallıq olacaq, ondan sonra məcazilik istədiyiniz qədər var da, gemboldur burada məcazilik. Deməli, bu həm yazılı, həm də şifahi formada olacaq. Sonra, bədii üslub haqqında deyək, burada sözlüğün əsas vəzifəsi onun poetikliyidir. Bu nə deməkdir? Yəni, məcaziliyidir. Poetizm də deyirlər buna, poetiklik. Sözün əsas vəzifəsi, bax, bu olacaq burada. Deməli, yeri gəldiyi vaxt bu ədəbi dili də əvəz etmişdir bir vaxtlar. Demək olar ki, ilk yaranan üslublardan biridir. Elmi üslub haqqında da sizin artıq məlumatınız var. Elmi üslub dedikdə, bura bir çox fənlərdə istifadə edilən terminlər daxil olacaq. Burada sözün əsas vəzifəsi termin olmaq olacaq, termin. Burada bir xeyli gembol termin sıxlığı var. Yəni, həmin o sahəni bilməsəz, siz danışa bilməzsiniz. Deməli, burada daha çox məntiqilik, ardıcılıq, konkretlik, dəqiqlik əsas şərtlərdən biridir. Məsələn, fizikanın terminləri ola bilər, kimyanın ola bilər, riyaziyyatın, Azərbaycan dilinin. Məsələn, Azərbaycan dilinin mübtədanı bilməyən biri bilməyəcək ki, o nədir. Yəni, bu mübtəda nə deməkdir? Bu haqda heç bir məlumatı olmayacaq. Və ya fizikada, riyaziyyatda o qədər düsturlar var ki, o qədər dərslər var ki, terminlər orada çox gembol istifadə edilir. Yəni, həmin o sahəni bilməyən insan üçün həmin o terminin də mənası açıq-aydın olmayacaq. Burada daha çox beynəlmiləl terminlərdən istifadə ediləcək. Bu nə deməkdir? Daha çox texniki fənlərlə bağlı olan terminlər beynəlmiləldir. Fizikadır, kimyadır, riyaziyyatdır və bunlarla. Humanitar daha çox tarixdir, ədəbiyyatdır, Azərbaycan dilidir. Yəni, bunlar humanitardır. Humanitar elmlərə aid olan, yəni dərslərə aid olan həmin o terminlər milli olacaq. Məsələn, qoşmadır, bağlayıcıdır. Bunlar daha çox milli olur. Həmin bu adlar daha çox fellə ifadə edilir. Fikir verirsinizmi? Burada fikir yığcam deyilir. Bədii üslubda gördüyünüz kimi emosionallığı və məcaziliyi burada görməyəcəksiniz. Burada məcaziliyə yer verilmir. Fikir bir mənalı olur. Yəni, fikri bir neçə mənada vermək olmaz. Bədii üslubdakı kimi deyil. Sonra keçək publisistik üsluba. Publisistik üslub haqqında bunu deyə bilərəm ki, bunun haqqında da məlumatınız var. Bu nə deməkdir? Siz indi xəbərlərə baxırsınızsa, bax, xəbərin dilidir publisistik üslub, radionun dilidir, televiziyanın dilidir. Deməli, publisistik üslubda, yəni hər gün biz publisistik üslubla qarşılaşırıq. Bu demək olar ki, daha çox mətbuatda olur, müxtəlif mövqe və maraqları əks etdirəcək. Sonra bunları qeyd etdik. Bu da eynən bədii üslub kimi və oxşar xüsusiyyəti, şifahi və yazılı formada olacaq. Bunların dili elə də fərqlənmir, publisistik üslubda elə də fərqlənmir. Sonra burada daha çox aydınlıq və təsirlilik, anlaşıqlıq və bunlara daha çox diqqət yetirilir. Yəni, baxın, bu publisistik üslubun canıdır.
Ağır terminologiyada elmi üslubda olduğu kimi istifadə edilmir. Obrazlıq çox olmur. Yəni elə obrazlıq var ki, onu yaşlı adamlar heç başa düşə bilməzlər. Daha çox insanların başa düşə biləcəyi bir dildə danışılır. Yəni baxın, burada da yazıldığı kimi xalq dilinə yaxındır. Lüğət tərkibi anlaşılıqlıdır. Demək olar ki, ictimaiyyətdə, cəmiyyətdə gedən proseslər, dillə bağlı olsun, istər həyatla bağlı olsun proseslər publisistik üsluba, publisistik üslubda gedən hər hansı bir yeniliklər cəmiyyətə, xalqa, ictimaiyyətə təsir etmiş olacaq. Yəni bunlar bir-birləri ilə əlaqəlidir. Baxın, burada yazıldığı kimi. Sonra burada loru sözlərdən, dialektizmlərdən istifadə edilmir. 1875-ci ildə yaranmışdır Əkinci qəzeti vasitəsilə. Sonra keçək digərinə. Rəsmi işgüzar üslub haqqında da artıq sizin məlumatınız var. Bəhsdir, yəni rahat bir dərsdir. Məsələn, ərizədir. Ondan sonra burada var aktdır, protokoldur. Protokol haqqında var, o düzgün piyada keçidinin keçməyəndə əvvəllər cərimə kəsirdilər. Protokol tərtib edilirdilər. Aha. Ondan sonra deməli var burada izahat var, hesabat var və bunlar hamısı rəsmi işgüzar üslubu əmələ gətirir. Rəsmi işgüzar üslubda sintaksisi məhdud olacaq. Normallığı möhkəmdir, yığcamlıq var, obrazlıq yoxdur, terminlər burada olmur. Ondan sonra bunu hər adam başa düşə bilməz. O qədər maddələr, bəndlər, nələrə bölünür. Sonra burada hazır formalardan istifadə edilir. Məsələn, ərizənin hazır forması var. Qoyular qarşımıza, ona baxırıq, onu uyğun şəkildə yazırıq. Yəni şablonu var da, şablondan istifadə edirik. Yığcam olur. Burada məsələn biri ərizədə öz dərdini demək istəyir, qısa, konkret, problemi nədir onu izah etmiş olur. Arxaiq leksika var, əski sintaktik konstruksiyalar özünü qoruyur. Daha çox deməli bu rəsmi işgüzar üslub yaranıb belə deyək sizə 16-cı əsrdə dövlətçiliyin yaranması ilə bağlı Səfəvilər dövləti. Sonra rəsmi sənədlər var, bir də işgüzar sənədləri var. Bunların bir-birindən fərqli xüsusiyyətləri olacaq. Rəsmi sənədlər məsələn bax konstitusiyadır, qanundur, məcəllədir, sərəncamdır. Bunlar dövlət tərəfindən hazırlanır. Bunu sən mən hazırlamırıq. Bu xüsusi mütəxəssis hazırlayacaq, maddələr olacaq, tarixi əhəmiyyət daşıyır. Məsələn, Səfəvilər dövlətinin istifadə edən sənədlər var ki, diplomatik yazışmalar, rəsmi sənədlərdir onlar. Tarixi əhəmiyyəti var. İşgüzar isə daha çox bizim yazdığımızdır. Ərizədir, aktdır, nə bilim reklam edirik, ərizədən istifadə edirik. Vəkalətnamə, etibarnamə də gedir bunun adı. Elandır, elan veririk hər hansısa bir. Yəni bunu biz özümüz eləyə bilərik. Amma rəsmi sənədi dövlət özü eləyəcək. Yəni fərqli budur. Bunun elə də tarixi əhəmiyyəti yoxdur. Yəni sizin və ya mənim yazdığım ərizənin nə tarixi əhəmiyyəti ola bilər ki? Bu harasa düşmür ki, hansı bir kitabda əks etdirilmir ki. Aha. Sonra bunu xüsusi mütəxəssislər hazırlamır dediyim, digərində xüsusi mütəxəssislər hazırlayır. Keçirəm məişət üslubuna. Məişət üslubu belə deyim də sizə, bu üslublar yaranıb, yəni bədii yaranıb, elmi yaranıb, publisistik yaranıb, insanlar bir-birlərini başa düşməyiblər. Elmi üslubda biri gəlib fizika haqqında mənə danışır, mən nə başa düşəcəm? Anlamayacağam. Ona görə düşünüblər ki, gəlin bir dənə də üslubu yaradaq ki, orada hamımız birləşir, rahat şəkildə ünsiyyət quraq. Baxın, məişət üslubu o deməkdir. Bizim rahat şəkildə danışmağımızdır. Amma bu dialekt üstü dik forması, bu nə deməkdir? Yəni, məişət üslubunu sən gəlib dialektlərdən genbol istifadə edə bilməzsən. Belə bir haqqın, hüququn yoxdur. Burada ədəbi dilin qayda qanunlarını gözləməlisən, orfoepik normasını gözləməlisən, orfoqrafik qayda qanunu gözləməlisən, düzgün şəkildə yazmalısan, düzgün şəkildə sözü tələffüz eləməlisən. Bu daha çox şifahi formada olur, onu sizə qeyd edeyim. Məişət üslubu daha çox şifahi formada olur. Burada rahat şəkildə insanlar gəlib bir-birlərini ünsiyyət qururlar, rahat şəkildə bir-birlərini anlayırlar. Bunun əsas şərti sərbəstlik və təbiilik olacaq. Yəni burada dialektizmdən elə də istifadə etməyəcəksiniz. Orfoepik normanı məişət üslubunda qorumalısınız. Gündəlik danışıq dilimizdir, amma qəliblərdən təmizlənmiş bir dildir. Fərdi üslub haqqında elə də siz görməyəcəksiniz, elə də düşmür, amma bu haqda da bir məlumat verdim bayaqları. Biraz da belə danışmaq olar fərdi üslub haqqında. Daha çox özün bədii üslubda göstərəcək. Rəsmi işgüzar üslubda demək olar ki, fərdi üslub yoxdur. Özün daha çox bədii üslubda göstərəcək bu.
Məsələn, orada hər bir yazıçının öz üslubu var da. Məsələn, deyirlər ki, Mirzə Əkbər Sabirin əsərlərini, onun üslubunu bəyənirəm. Və ya biri deyir ki, Nizami Gəncəvin üslubunu bəyənirəm. Yəni hər bir sənətkar özünə məxsus tərzdə yazır. Belə deyim də, hər kəsin bir tərzi var. Bu da fərdi üslubu əmələ gətirəcək. Fərdi üslub dedik ki, özün bir çox üslubda göstərəcək. Məsələn, elmdə, publisistikdə, məişətdə bir dənə baxın, özünü daha çox rəsmi işgüzarda göstərmir. Bu qədər. Belə dediyim ki, mətnlər sizə düşəndə iki mətn düşəcək sizə. Biri bədii mətindir, çox rahatdır, rahat şəkildə yazacaqsınız. Dili elə də çətin deyil, rahatdır. Bir də publisistik üslub var ki, orada daha çox tarixlər olacaq, nə bilim, yazıcı adlar ola bilər, hər hansı bir memarlıq abidələri ola bilər. Bunu necə yazmaq olar? Publisistik üslubu oxuyanda səliqəli şəkildə oxuyursunuz. Qara qələmlə tarixlərin, yazıçıların, hadisələrin altına xətt çəkirsiniz. Xəttləməyi unutmayın. Unutmayın ki, sualı oxuyanda rahat şəkildə qayıda biləsiniz. Bir də durub mətnin başdan ayağa oxumayın. Publisistik üslubun canı budur. Digər üslublar isə həm bədinin, həm də publisistikin öz daxilində düşə bilər. Məsələn, deyə bilərlər ki, bədii üslubda bir dənə mətin verib, hansı cümlə bədii üslubun tələbini ödəmir. Məsələn, orada elmi üsluba aid bir dənə cümlə salıblar. Deyəcəksiniz, bax, bu elmi üslubdadır və onun tələbini ödəmədi. Bu şəkildə. Yəni, digərləri də bədini və publisistik üslubun daxilində özünü göstərəcək. Dərsimiz bugünlük bu qədərdir. Elə bu konspektdən istifadə edə bilərsiniz. Ümid edirəm ki, mən bu danışdığım dərs sizə aydın oldu, rahat oldu. Sağ olun.